Okey, qaldığımız yerdən davam eləyək. Burada deməli, branchı dedik, commit-i dedik, qısa olaraq da bunu dedik ki, növbəti əmr dedik ki, Untrackda heç bir faylı track eləmirəm. Track işlərin birinci səfər üçün aktiv eləməliyik ki, bu fayllarımızda track eləsin. Bizdə onu track eləmək nə deməkdir? O faylları elə bil Git-in izləməsini aktiv elə, belə deyim, nə deyir? İzləməsinə şərait yaratmaq da belə deyək. Onun üçündür. Ya indi izləmək üçün buradakı faylları bir-bir əlavə eləyirik. Və yaxud da bunu toplumu şəkildə əlavə eləmək üçün, bax belə bir əmrimiz var. Buraya yazacağıq ki, git add nöqtə. Nöqtə nə deməkdir? Hamısı deməkdir. Bu arada indi bax bizə verdiyi əslində məntiq yoxlamalar yuxarıdan aşağıdır. Branchın içində commit yaranır. Commit'in içində də həmin bu dəyişiklikləri əhatə edən fayllar. Əslində məsəl üçün bu məntiqlə şeylə təsvir eləsək, bu fayllar olur. Bu commit olur. Bu da bizim branchımız olur. Euler-Venn diaqramları ilə təsvir eləmək istəsək. Yəni balacadan böyüyə gedir də məsələ. Biz indi bunu nə etməliyik? Birinci faylları trackə aktiv eləməliyik və yaxud trackə əlavə eləməliyik ki, izləmə açıq olsun. Dəyişikliklər görünsün. O dəyişikliklər bizim commitimizi daha doğrusu təşkil eləyir. Həmin bu commiti. Commitimizlərin də toplusu nəyi təşkil edir? Branchı. Ona görə indi başlayırıq aşağıdan. Track'i aktiv eləmək üçün. Bütün faylları aktiv eləmək üçün bundan istifadə edirik. Əgər spesifikdirsə nöqtəni silirik. Onun yerinə bax məsəl üçün faylları bir-bir yazacağıq. Prosta bu qədər əziyyətdənsə indi spesifik vəziyyətlər ola bilər ki, biz zaten bir faylı istəyirik ki, track olunsun. Onda ayrı məsələ. Amma %90 bütün faylların track olunması lazımdır. 90. Niyə görə bəzilərinin lazım deyil, onu da göstərəcəm. Gitignore falan faylı var. İndi birazdan onları da deyəcəm. Okey, bunları təmizlədik. Hələ ki basic olaraq gedəcəyik ona görə. Git-ə əlavə eləməyə var, klik elədik. Gözlə, bizdə artıq permission problemi çıxdı. Adding file failed. Okey, bizə dəqiqə buna baxaq. Deyir ki, deməli Visual Studio bu faylı Vstix hansısa bir fayl tərəfindən ola bilər istifadə olunur. Gəl baxaq. Gəl bizə dəqiqə o proqramı run söndürək. Ola bilər Visual Studio açıq qalıb ona görə eləyir. Bu arada bir dənə də Git-in statusunu yoxlayaq. Hələ ki Untracked. Tamam. İndi Git təkrardan bir dənə də çalışdıraq. Okey, əlavə olundu. Adətən bu kimi xətalar adətən az çıxır, amma bilsən bax, e, bu şey eləməyə çalışır. Permission verirsə, əslində xətanı da tam düzgün əks elətdirməyib də. Bu permission xətası deyil. E, Bu adətən şey, nə deyim, o fayl, elə bil həmin onun orada yerləşən fayl, başqa proqram təminatı tərəfindən aktiv şəkildə istifadə olunursa, bu onu götürüb ora əlavə eləyə bilmir. Bu permission yox şey deməliydi əslində. Başqa proqram təminatından birində actively used by another programs belə bir şey deyirdi aslında. Aktiv istifadə olunduğuna görə onu götürüb belə deyim də git əlavə eləyə bilmirdi. Elə bil belə deyim də o fayl bu əməliyyat sistemində normaldır. Əməliyyat sisteminə müraciət edir ki, mən bu faylı belə deyim də mark eləmək istəyirəm, track eləməyim üçün belə bir şey lazımdır. Bu da əməliyyat sistemi deyir ki, bax bu proqram hal-hazırda və yaxud fayl deyək, sorry. Başqa bir proqram təminatı tərəfindən istifadə edir, mən sənə icazə verə bilmərəm də. Ona görə əslində belə də çıxa bilər. Permission falan belə çıxır. Heç nə elə bir şey olsa, heç nə proqramı bağlayırsan, git əlavə işləməyə həyata keçir, ondan sonra qayıdıb davam eləyə bilərik. İndi qaldığımız yerdən davam eləyək. Track'i falan əlavə elədik. Gəl gedək bir dənə də statusumuza baxaq. Artıq bax gördün, hamısı yaşıla döndü. Rənglərdən də fikir versən, qırmızı olanda danger da, yəni nəsə problemli bir situasiya var ki, yolunda getməyən. Amma greendirsə, yaşıldısa, hər şey okeydir. Bax bu sənə dedi ki, artıq nəyin var? Branch'un yoxdur, commit'in yoxdur, amma dəyişikliklərin artıq istifadə olunur. Все bu okeydir. Okey. İndi bax biz dairəmizə görə addımlasaq, birinci kitimizi əlavə elədik. Ondan sonra başlayacağıq əla kombitimizə. Çünki birinci stepimiz bizim nə idi? Fayllarımız, sorry, fayllarımız idi, sonra kombitimizdi, sonra branchımızdı.
Tamam, indi gəl davam eləyək növbəti commit məsələmizə. Bir də ciddi fikir versən, zaten deyilən sözlərlə əmrlərin arasında bir əlaqə var. Məsələn, fayllara əlavə etmək üçün hər bir əmr belədir, gitlə başlayır. Bu çünki git olduğun konsolda adətən belə necə işləyir proqram təminatları. Buradakı keyword var ha. Mütləqdir ki, vurğulanmalıdır ki, bu əslində arxada bir proqramdan gələn özəllikdir, əmrdir. Belə deyim də, o bayaqları biz dedik ya, git və git başda yüklənir. Əməliyyat sisteminə quraşdırma eləyir. Orada quraşdırılanda bəzi situasiyalar görəcəksən ki, nə bilim, environment variable əlavə olunsun, filan bəs məkan əlavə olunsun. Onlar əlavə olunandan sonra artıq bax bu git əmri konsolda bu formada istifadə oluna bilir. Bundan sonrakılarsa gitin altında olacaq əməliyyatlardır. Həmçinin gitin altında olan zaten əməliyyatları biz yuxarıda da tam halda tanış olmuşduq. Bura fikir versən, çox əksər git əməliyyatları burada yer alır. İndi biz sadəcə buradan init istifadə elədik, status istifadə elədik. İndi növbə gəlir çatır bax commitə. Rekord bax, burada da elə qısa olaraq da əslində burada fikir vermədən keçsin. Bax, burada fikir versən, qısa olaraq short formada hər birini izah eləyib. Bax, məsəl üçün, bizə commit la. Burası net var, list, create or delete branch. Bu heç nə, bu informasiyanı tam düzgün ifadə eləmir. Bax, record change to repository. Repository olan dəyişiklikləri elə bil qeydə alır. Qeydə almamaq nə deməkdir? Bayaq dedik ki, bizim dəyişikliklərimiz var bir neçə faylda, bunu bir dənə adı altında birləşdirməliyik. Bu da commit. Və s. və ilə axır. Buradan da müəyyən qədər məlumat ala bilərsən. Okey. Tamam, düşək indi aşağı. Görən nə yox, nelədir? Bundan sonra əlavə eləyəndən sonra dedik ki, bax biz commit olacaq. Bax indi commit əmrində yaradanda yenə də burada commit olur. Okey. Burada bir iki dənə əlavə parametr var. Ona görə bizə lazım olan əsas parametr commitimizə bayaq dedik ya, verəcəyimiz addır. O adı vermək üçün əslində həmin ad mesaj olur, commitin mesajı. Ona görə də parametr üçün nə göndəririksə əmrə, həmin əmrə nə göndərirsə buna trey qoyuruq. Ondan sonra əmrin adətən başlanğıc, belə daha doğrusu parametrin başlanğıc hərfi olur. Mesaj olduğuna görə o olur mesaj. Sonra text informasiya olduğuna görə də bunu iki dırnaq arasında yazırıq. İndi bax buradakı commit mesajda mesajdır. İstəyər Azərbaycan dilində yazarıq, istəyər ingilis dilində yazarıq, problem deyil. Mesajın heç bir fərqi yoxdur. Amma adətən belə deyim də şirkətlərdə ingilis dilində yazırlar. Yaxşı olardı ki, elə yazaq. Amma indiki situasiya üçün problem yoxdur. Gəl belə eləyək də bu layihəmizin ilkin commit olduğuna görə ilk dəqiqə bir boşluq lazım deyil əvvəlində. Sorry, ağırlama qatmayaq. İlk commit və yaxud ilkinə mesaj, commit olsun. Commit nə belə bir şey. Kodlarımızı məsələn gitə ilk dəfə deyir ki, əlavə edirik. İndi burada biraz cümlə formasında oldu, amma adətən dediyim kimi də qısa, lokanik bir ifadələrdən formalaşır. Nəysə belə bir dənə mesaj yaz. Bunun arasında yazılırsa şey fərq eləmir. Yəni qayda bu forma deyil. İndi enteri vururuq. Bax burada fikir ver. Artıq bax deyir ki 53 dənə dəyişikliklər var. Onlardan belində əlavə olunanlardan 3260 dənəsi əlavə olunan. Bu bizim total faylimizdə bu da elədiyimiz belində xırda əməliyyatlar falan onları əhatə edir. Bu faylların hər biri yarandı. Əla. Artıq bizim kommentimiz hazırdır. İndi bundan sonra qalır bizim layihəmizin kodlarını qlobala göndərmək. Çünki hal-hazırda bizim kodlarımız kommitə alındı. Amma lokalda bu. Lokalda qalıb. İndi məsələn bir şey göstərə bilərdim. Bircə dəqiqə göstərəcəm onda. Gəl bunu bağlayaq. Hə, bu arada bir dənə də status çek eləyək. Bax, sadəcə deyir ki, branch yoxdur, commit olunmuyor, workdir təmiz. Yəni deyir ki, branchın yoxdur, commit olunmağa da heç nə yoxdur. Və ona görə də vektoru boşdur. Bizim commit olunduğumuzu artıq eləmişik deyənə bunlar artıq sıradan çıxdılar. İndi gəl bir dənə bura Visual Studio'da ya da okey gözlə. Gəl hələlik Visual Studio'nun işimiz olmasın. Orada da ayrıca da olsun. Onu keçərik. İndi bax biz dedik. Deməli bu oldu bizim lokalımızda hər şey hazır.
Neynədik? Dəyişikliyimizi yaratdıq. Fayllarımızı track elədik və belə adla və həmin dəyişikliklərimizi artıq commit altında birləşdirmişik. Bir dənə qalır bizim belə deyim də hər şey okey olanda bir dənə son addımımız qalır. Bu da layihəmizi lokaldan qlobala göndərmək. Daha doğrusu dəyişikliklərimizi. Bax bayaqları indi bayaq burada bir şey var idi, elə ona görə qaytaracağam bura. Bizə lazımdır həmin belə deyim də kodlarımızı şeyə göndərmək qlobala. İndi burada arda-arda gəlib baxsan, hə, bax bu əmrlər lazım olacaq bizə işləyəndə. İndi fikir ver. Fetch var, pull var, push var. Bunların əslində elə ingiliscədən tərcümədən də müəyyən qədər mənalarından da bir şeylər bilərlər. Pull itələməkdir, push özünə doğru çəkməkdir, fetch çəkib gətirmək belə bir şeydir. Qabaqlarında var bu şeylər yazıb. Deyib ki, download object and reference from another repository. Bax deyir ki, cari, hə, bu arada repository məntiqini də izah eləyim. Gəl girək şeyə. Burada elə pause verək, gəl gitə və yaxud GitLab-a girək. Yəni brauzerimizi açaq. Bir dəqiqə bizim brauzerimiz. Hə, git burada. Buradan bax biz ya GitLab-a girə bilər. GitHub-a və yaxud GitLab-a. Bir dəqiqə GitLab. Common. Hər ikisi bax eyni məntiqlə işləyir. Arada belə deyim də özlərinin spesifik əmrlərində və s. bu kimi şeylərdə fərqli ola bilər. Amma ana məntiq logic eynidir. Deməli, bizim source kodlarımızı və yaxud kodlarımızı qlobal şəkildə idarə etməyə və həmçində əlavə menecment təqdim edəcək bizə ki, nə bilim, branchları yarat, istəyirsən faylı gəl aç, editor kimi bizim şeydə istifadə elə və s. və ilə axır. Gəl bircə saniyə görə bizim burada hesablarımızdan, hə, mənim hesabım qalıb. Bu hissəylə də elə də bir şey belə deyim də, yaxşı, tamam, qısa olaraq keçək, dublikat eləyək. Normalda əgər heç bir akkauntun yoxdursa, bu sənə təklif edir. İstəyirsən Google-dan get, istəyirsən akkaunt create elə sıfırdan. Buradakı məlumat buradakı məlumatları dolduracaqsan. Bu normalda belə deyim də qeydiyyat forumunda proses necə gedirsə, burada da eynidir. E-maili yazırsan, istifadəçi adını yazırsan, sonra counter-ni seçirsən, sonra davam edirsən, gedir. Yəni buranı da ayrıca izah eləmirəm də, yəni sadə bildiyin registrasiya forum kimi. Nəsə yoxdur ki, belə deyim burada sual. Bəli, müəllim. Ya Okey, bunlar hə, sadədir, normal okey, şeylər. yəni bu aydındır. Buna takılmırıq. Girdik, login olduq. Login olandan sonra deyəm, dəqiqə bu mesajı oxuyum, nəsə uzun müddətdir mən bura girməmişəm. De, aprelin 24-dən sonra biz GitHub Copilot istifadə edəcəyik model training üçün. Hə. E, okey. Hə, heç nə də deyir ki, sən kodları o şey istifadə edəcəyik yayımızı treyn eləməmiz üçün. Etiraz eləmə şansımız da olsa yoxdur deyənə boş verək. Gəl burada bizə lazımdır profilimiz və yaxud repositorilərimiz. Yəni repository bölməsinə girək. İminin orada çünki var repolarımız var. Bu repository nədir? Repository əslində ekvivalent olaraq layihəyə ekvivalentdir. Həmin vaxt bu repository özü bir dənəsi layihə deməkdir. Yəni layihə də nədir? Bizim bir dənə proyektimiz var. Fərz eləyək ki, taskların fərz ilə idarə olunması və yaxud nə bilim, hesabatla bağlı olan bizim applicationımız var. Gəlir sonra müəyyən dataları var, onların üstünə hesabat çıxardır. Əgər ayrı-ayrı application create eləmişiksə, API application, onların hər biri ayrı-ayrı repository gedir. Yəni bizim bir dənə layihəmizə ekvivalent olacaq bir şey belə deyim də, repository budur. Bu da həmçinin belə deyim də, lap sadə Windows dilinə keçsə, əslində bu folderdir. Sən niyə görə repositorilər verir? Çünki deyir ki, yəni, proyektlərin bir neçə dənə ola bilər də, hər birini bir dənə folderə yığmaq çox mənasız ola bilər. Ona görə ayrı-ayrı folderlərə bölürəm ki, menecment ayrı getsin. Həm bu folderlərə ayrı-ayrı userləri və yaxud komanda üzvlərinin akseslərini verə bilərsən. Komanda üzvləri bir-birindən qarmaqarışıq şəkildə işləməz. Məsələn, 3 komanda bu modulla və yaxud bu applicationla məşğuldursa, sorry, komanda yox, komandanın üzvləri deyək də. 3 dənə fərz eləyə developer. 2 developer də ola bilər, ayrı bir dənə belə bir layihə verilib. Onlar bir-birinə zaten ayrıdır da. Bunları bir yerdə hər yerə yığmağın nə mənası var? Ona görə də həmin belə dedim. Buradakı repositorilər bizim şeylərə ekvivalentdir. Proyektlərimiz əslində ekvivalent kimi sayılır. Okey. Bir də indi belə də ola bilər. Repositorilərin altında sub-repositorilər də çıxır. Əslində və həmin bu proyektlər odur. Bu proyektlə bizim proyekt
yenə də üst-üstə düşə bilər. Çünki repositoriya mən bir proyektə verə bilərəm və yaxud bir neçə dənə proyektə verə bilərəm. Bir neçə verdiyim proyekt situasiyasında bizim bu proyekt buna ekvivalent gələ bilər. Nəysə o adlara çox taxılmayaq. Gəl birinci sadə halda hələlik eləyək, birinci başa düşək. Ondan sonra alt bölünmələri lap detallı gedərik. Buranı bağladıq. Gələk indi repository bölməsinə. Biz indi lokaldakı işlərimizi tamamlamışıq. Bir dənə sadəcə circle olaraq gəl bir dənə belə bir şey çəkək. Bizim bu lokalımızdır. Bu da bax qlobalımızdır. Lokalımız bizim bilirik. Qlobalımız da baba buradır. Bu hissələrdə belədir. Burada görəcəyimiz işlər. Yəni burada görəcəyim linklər və yaxud belə deyim də yazdığım kodlar qlobal xarakterlidir. Yəni nədir? Bax bu GitHub-ın özündə saxlanılır. Onların serverinə düşürsən kodu. İndi sənin sabah notebookun yandı, notebookun nəsə problem oldu, heç bir şey yoxdur. Gəlirsən, açırsan başqa yeni bir notebookda, gəldin həmin bu linki tapdın, hesaba giriş elədin, gəldin, buradakı layihəni lokal və indirdin, oldu hər şey qaydasında davam elə getsin. Elə bir sadə halda şey oxşur bu. Drive istifadə eləmisənmi telefonda? Google Drive və yaxud OneDrive. Drive xeyr. Sən məsələn telefondan Şey şəkillər üçün, telefonda PDF qalır. Aha. fayllar üçün eləmişdim sizə. Telefonda olan şəkillərin hamısını telefonda saxlayırsan. Bəli, bəli, bəli. Telefonun məsələsi nəsə olsa sabah. Sabah, onu da bilmirəm mən. Elə Ha, normal şəkilləri, yəni şey eləmirəm də, başqa bir yerə ancaq elə telefonun özündə qalır. ha, Google Drive istifadə eləsəydin, oradakı məntiq eyni idi. Elə bir faylları, şəkilləri göndərsən Google Drive-a. Sabah telefonuna bir şey oldu. Hə, Heç nə, sadəcə hesabı bir dənə başqa bir telefondan girirsən, access-in var ki, faylların oradadır. Elə bil ki, onu Google öz serverlərində eləyərəm, saxlayır, bunda GitHub. bildim. Hı, Eləyərəm onda. okey. Orasını bir dənə, hə, baxarsan özün. İndi keçdik bura. Bu bildiyi dedik qlobalımızı. Repository bölməsinə keçdik. İndi bax folderimizi yaratmalıyıq. Elə burada bu əmrlərdən rahat şəkildə görünürdü. Elə bu bunu. New əmrin verəcəyik. Yaradırıq repomuzu. Bir dəqiqə. Okey, bizdə buradan məlumatlar istəyəcək. Gəl bunları da qısa olaraq üstündən keçək. Bu arada bu niyə gəlib qalıb burada? Hə, okey, çevirmiş, uzunmuş. Bax. Birinci nə deyir? Ad verəcəyik. Çünki layihəmizin adı olmalıdır. O mütləqdir. Bax, bu adlı bundan işimiz yoxdur. Qeyd bölməsində layihə nə ilə bağlısa o informasiyonu istərsən yazarsan. Önəmli olanlardan biri bax budur. Bu nədir? Yenə də bax qabağında sözün. Deyir ki, visibility, görünürlüyün seçirsən də belə deyək. Görünür nə deməkdir? Layihələrimizi iki strukturda yarada bilərik. Private və yaxud public. Public odur ki, o linki hər kəs görə bilir. Problem yoxdur. Private odur ki, sadəcə sənin özün və akses verdiyin şəxslər görə bilər. İndi bizdə dəqiqə bunda var. İki dənə stasyon var. Public elə bilər, private. Əgər spesifik bir şey deyilsə, nə bilim şirkətə məxsus və yaxud özünün belə bir startupın var, nəsə layihən var, onunla bağlıdırsa, hə, private eləyirsən. Amma yox belə qaralama məqsədli eləyirsənsə, sonra nə bilim, ola bilər paylaşım məqsədli və s. belə bir şeysə, yəni önəmli bir şey deyilsə, şey eləyə bilərsən, public olaraq yaza bilərik. Bizə hal-hazırda public bizi kifayət edirdi. Onsuz da ki, bir şey deyil spesifik olaraq. Gəl indi qayda folderimizin adına uyğun bir dənə folder verərik ona. Ad verərik. İşte generic type. Nəsə gəl belə bir ad verək. Yəni nədir burada? Repositorinin adı. Fərz eləyək. First git repo. First git repo deyə belə bir adlandırma veririk. Problem deyil. Adlandırma. Qeydi veririk ki ilk belə deyim də şey demo kodlarımızdır. Keçdiyimiz dərslərlə bağlı. Bu arada biz bunu normal Azərbaycan şrifti ilə də yaza bilərik qarmaş. İlk bağla. Nəsə belə yazdım getsin sonra fikirlərim. Okey, bunu publik elədik.
Sonra readme faylı var. Readme faylı nədir? Layihə ilə bağlı olaraq detallı artıq məlumat verirsən. Həm də readme faylında bəzi elə bir belə deyim də, qısa yollar var. Onları markdownlar deyirlər də. Sənin yazdığın məlumatları müxtəlif formaya, stillə salır. Məsəl üçün link yazmaq istəyirsən, qabağına müəyyən işarə yazırsan. Bu sənin üçün burada proyektivin məlumatını açıb oxuyanda o link kimi görünür. Və yaxud bold eləmək istəyirsən, nə bilim boşluq qoyursan da yüngülvari stil məsələləri falan bu kimi şeyləri vermək istəyəndə həmin bu faylda olan markdownlardan istifadə edirlər. Bunu da irəli dərslərimizdə mən qədər keçəcəyik. Bu isə proyektlə bağlı olaraq detallı informasiya. Məsələn, hansı arxitektura istifadə olunub, necə, harda, nələr yazılıb, necə istifadə etmək lazımdır, məqsəd nədir, bu məsələn böyüksə hissə izah yazırsan və s. Bilmirəm, elə bir layihənin qısa belində dokumentasiyası kimi gedir. Sonra bax, önəmlilərdən biri də baba buydu. Bayaq Gitignor adını sadəcə çəkdim. Bunu indi real görəcəyik. Bu nədir? Əgər hansısa bir layihəmizdə elə bir fayl var ki, bunu istəyirik ki, qlobala getməsin. Getməsinsə, onda həmin faylın adını və yaxud folderin içindədirsə, subfolderlərin içində, tam halda pəsini də proyektdən o faylın olduğu yerə qədər, aradan istəyən qovluq varsa, hamısını qeyd eləmək şərtini elan eləyirsən Gitdə, Git ignore faylın içinə. O orada artıq növbəti səfər həmin faylın nə dəyişiklik elədin, eləmədin getməyəcək. Git onda belə deyim də trackdən çıxardır, izləmədən çıxardır həmin o fayl. Sadəcə bildiyin faylın adı yoxdur, sırf uzantı formasındadır. Git ignore. Bu onun üçündür. Buna hələlik dəymirəm növbətdə təkrardan. Lisans da lisenziyadır. Əgər sənin yazdığın kodun spesifik bir lisenziyası varsa, onda həmin belə deyim də lisenziya məntiqini seçirsən ki, mənim kodum bu lisenziya ilə qorunur falan belə. Default olaraq buna hələ ki no license yazıram, lisenziyamızı keçək. Repomuzu bir dənə hələlik krit eləyək. Okey, bax burada gördük hələlik bax boş repo yarandı. İlkin olaraq bizə məlumat verir ki, nə bilim, nə edə bilərik. Kod yaratmaq istəyirsənsə deyir buradan davam elə. İstifadəçilə əlavə etmirsən collaboration odur da, yəni istifadəçi əlavə elə ki, kimlə bir yerdə işləyəcəksən, onlara icazə ver. Və yaxud deyir ki, bax, quick setup eləmək istəyirsənsə lokalında bunu bu formada çək. Bayaq bir dənə də bir şey dedim ha. İki istiqamət var. Birinci giti yaradırsan və yaxud repovu yaradırsan da belə də indi yaratdığımız kimi. Sonra layihə kodlarını yaratmağa başlayırsan. Amma biz ikinci üsuldayıq. Layihə kodlarımız var, kodlarımız. İndi buna git əlavə eləmək istəyirik. Və bu situasiyadırsa, onda biz gələcəyik bax bu həmin URL-i kopyalayacağıq. Bu bizim belə deyim, kodumuzun yerləşəcəyi tam yerin adıdır. Və bunu bir dənə buradan silək, bağlayaq. Bax bunu götürdük, kopyaladıq. Həmin bax burada kopyalama niyə belə qəribə formada getdi? Birbaş vurduqda həmçinin bunu qrupa da göndərəcəm. Oradan da məsələn sən də baxsan, account-a girmiş olsan, bunu bu şəkildə görə biləcəksən. İndi bax bizə lazımdır ki, indi düşün də faylları bir yerdən başqa bir yerə göndərmək istəyirik. Və yaxud düşün API çağırmaq istəyir front. Ona nə lazımdır? URL. Həmin bu URL-i getirib biz lokal layihəmizə bağlamalıyıq ki, sənin qlobaldakı adresin budur. Bunu tanıdın, özündə saxla, növbəti səfərlərdə mən qlobala məlumat göndərmək istəyəndə artıq sən biləcəksən ki, hansı URL-ə getməlidir. Okey, indi bu URL-i götürdük. Gedəcəyik biz hara? Gitmizə ki, verdiyimiz, belə daha doğrusu lokalımızda olan məlumatları rahat şəkildə əlavə eləyək. Okey, qaydaq bir dənə konsolumuza. Konsolumuzdan bir dənə də yuxarı çıxaq görüm o əmr burada qeyd olunubmu? Git remote. Maalesef burada qeyd olunmayıb heç. Remote sözünü görmürsən, bəlkə mən görmürəm burada. Remote görünmür mənə. Yox, görünmür. Okey, nəysə, onda bura biraz short formadır. Deməli, qlobala əlavə eləmək üçün başlayırıq nə etmək? Deyirik ki, git. Deməli, remote-a əlavə elə add. İndi burada hələlik əlavə eləyək ki, sılkamızı yapışdırırıq bunun ardına. Sağ düyməni vurduq, yerimizi yapışdırdıq. Və bu sintaksi onu göstərir. Deyir ki, bu giti remote-a əlavə eləyəcəksən.
Citimizə, daha doğrusu bax, lokal citimizə remote olaraq bax, bu URL əlavə elə. Bil ki, sənin xarici URL-in budur. Okey, gəl indi buradan enterimizi klik eləyək. Ay, ay, ay. Əlim dəydi. Bizi də git. Remote. Add. Və bu bizim silkamız. Burada bir nəsə şey yazmışıq. Bizi dəqiqə. Deməli, option olmalıdır. Git remote add name URL. Bizi dəqiqə. Burada bir dənə də əmr olmalıdır. Bir dəqiqə. Git remote xaricə sözü yadımdan çıxıyor. Origin. Origin sözü necə idi? Origin. İki dənə. Dəqiqə. Yox deyəsən bu. Deməli, gitə remote əlavə ilə xaric olaq. Origin. Okey. Burada origin sözü yazmamız lazımmış. Branch məntiq olmadı, ona görə hələ ki branch inisiallaşdırmamış. Okey, bunu əlavə elədik. Sonra biz git bir dəqiqə. Bunu əslində source'umuzu əlavə elədik. İndi bax, kodlarımızı göndərməyimiz üçün burada bayaqki push əmrindən istifadə edəcəyik. Burada da fikir versən, push. Deməli, bax, remote referansı da belə deyim, remote URL-imizi əlaqələndiririk də bizim lokal obyektlərimizlə və yaxud da yazdığımız dəyişiklikləri qlobala göndərmək. Belə bir adda verə bilərik. Yenə də git yazırıq, push yazırıq. Burada bir dənə belə bir şey yazmıyorum. Avtomatik olaraq branchı yaratsa, okeydir. Origin. Yox, yaratmadı. Bu branchı mütləq ki, qeyd eləyəsən. Yox, bir dəqiqə. Current branch master has no upstream stream. Onda bir dəqiqə. Görək orada bizim branch yarandı mı? Yarandısa branchın adını əlavə eləyərik. Let me check. Görək. Nəyi var burada? Bu branch da yaratmayıb. Okey, tam boşdu deyənə. Gəl bunu belə eləyərik. Bu qayda ilə gedək, indi düzəldəcək. Current branch master has no upstream branch. Deyir ki, orada branch yoxdur. Push current branch and set remote as update. Okey. Deyir ki, bu əmri çalışdır. Sənin əgər branchın orada yoxdursa, master branchın belə eləmək lazımdır. Okey. Branch məntiqin özünü inisiallaşdıracaq avtomatik. Bir versiya belə eləyə bilərik. Okey. Bax, bunu yazanda artıq indi bir dənə də yaxşı nüans yaddan belə etmə çıxmamış qeyd edeyim. İndi sənin lokalva bunu əlavə eləyirsən. Tamam. Bu əslində bax, fikir ver. Mən bu URL-i gəlirəm. Heç nəsiz açmaq istəyirəm də. Normal olaraq. Bayaq URL-imizi kopyalamışdıq. Deyim bir dəqiqə. Bunu bağlayaq. Bax, bunu normalda bura əlavə edəndə gör, bana nə baş verəcək. Bu repositorini bax, bizə şeyləmir. Tam olaraq göstərmir. Bu əslində GitHub-ın özünə bayaqları var. Biz şeylədik, public olunsa da neynədik? Bura görürsən login olduq. İndi təsəvvür elə, hər səfərində bizim fayllarımızı ora göndərməlidir axı. Göndərməsi üçün də bu URL-ə aksesi olmalıdır ki, hansı user adı altından göndərim. İndi biz də bu əmri yazanda, branch inisiallaşdırma eləyəndə bizə bax, görsən təklif elədi ki, məndə indi 2 dənə hesab əlavə olunub, belə bu formada çıxır. Əgər çıxmasaydı, bax, bura boş olacaqdı. Sən burada və yaxud belə deyə bilərsən. Add new account deyəcəkdin. Kitin bu pəncərəsi açılacaqdı. Buradan bir dənə login işini həyata keçirəcəkdin. Deyir ki, bax, brauzerdən login ol və yaxud da OTP kodu ilə, nə bilim, qeydiyyatdan keç falan. Belə eləyə bilərik. Bax, məsəl üçün, gəl buna klik eləyək. Bu avtomatik aparacaq bizi brauzerə. Bax, özü redirect eləyəcək. Bura fikir ver. İndi görə redirect eləyib baxaq. Okey. Fikir ver o əmrdən sonra nə baş verdi? TLS certificate has been disabled. Bu informasiyonu verdi. Aha.
Okey, hə, özü avtomatik həyata keçirdi. Biri var özün manual loqin eləyə bilərsən. Brauzerə yönləndirirsən. Bu daha nə halda? Bax, baxır gedir brauzerdə açır. Görür ki, brauzerdə artıq loqin olmusan da. Gedir loqin məlumatları oradan oxuyur, doğrulama eləyir. Daha sən credentialları daxil etməyə ehtiyac qalmır. Bu belə. Okey, ondan sonra bizim artıq bizə dəqiqə git push bayaqlar eləmişdi ya hansı ki. Bunu bir dənə çalışdıraq. Görək bizə nə deyəcək. Bu arada bu hesabı seçmədik. Dəqiqə. Onda bu düzgün login olmayıb. İndiki halda okeydir. Prosto bu niyə security warning? TL certificate has been disabled. Tamam, expect connection may not be security. See from information, please complete authentication. Browser warning and disabled. Qəribə, bu informasiyaların bəzisi işarə eləyir ki, proses getməyib. Amma burada işin gördüyün deyir. Nəysə, okey. Bunu yox, bir dənə özündə yoxlayarsan bir yerdə də lap lazım olur baxarıq. İndi bircə dəqiqə biz getməliyik, görə gitə fayllarımız getdi yoxsa yox. URL-imizi bir dənə yapışdıraq görək. Aha, Ayşə, bax gördün, bütün fayllarımız hamısı artıq yerləşdi burada. Bu avtomatik olaraq master branchını da əlavə elədi. İndi biz burada bayaqları bir şey yazmışdıq. Həmin bu. Bu əmir, yox, commit yox, remote yox. Hə, set upstream origin baba. Bu əmir bizə kömək edir ki, master branchın default olaraq birində branch kimi yaradaq, ora kodlarımızı göndərək. İndi bax, bu kodları key eləmək üçün istəsən lokalında bax belə bir əmr yoxlayarsan. Həm burada yazırsan, həm də ora. Məsələn, indi bax, komandaya fərz eləyək ki, yeni üzv qoşulub. Bu layihəni kodları necə çəkəcək, onu da bir dənə göstərək. Gələk, biz burada belə deyim. Demo diye bir bölme yaradım folder. Demo 1.1. Fərz eləyək ki, başqa birisi. Gələcək yenə CMD-yə açacaq. CMD-ni açdıqdan sonra gələcək bura ki, git elə, klon elə və URL yapışdıracaq. URL enter vurandan sonra bütün layihənin kodları avtomatik olaraq indi. Artıq bütün kodlarımız bax burada yer almış oldu. Klonda bu bizə bircə dəfə lazım olur. İlkin olaraq bax layihənin bütün kodlarını klon eləməyə. Amma indi fərz eləyək ki, hər hansısa bir dəyişiklik olubsa, onda artıq bizə sadəcə git pull lazım olacaq. Sorry, bu arada biz folderın içinə girməliyik. Bircə dəqiqə. Last folder var. First. Okay. Run then clear. Ne? JLCT. Okay. İndi deyəcəyik ki, giti buradan pull elə. Və bu da nə deməkdir? Həmin orada kimsə dəyişiklik eləyibsə, oradakı dəyişikliyi, remote olan dəyişiklikləri lokala götürürsən. Bayağı da bir dənəsində gördük. Git fetch əməliyyatı. Git fetch əməliyyatı nümunə olaraq nə? Fərz eləyək ki, bax. İndi bu arada biz branch yaratdıq. Düzdür? Git. Branch versək. Bura bir dənə bax master görür. Branch yaratmağın bir neçə dənə qaydası var da. Biri lokaldan yaradır. Biri də ki, bax bu bizə user interface verir. Məsələn, qlobal səviyyədə yarada bilər. New branch elədik. Məsəl üçün demo dedik. Burada hansı branchdan yaratmaq istədiyimizi seçirik, krit edirik. Bu gitin özündə var. Bax burada yer alıb. Düzdürmü? Hal-hazırda bax bura vurursan görürsən ki, bax git şey yoxdur. Bir dənə sadəcə master var. Onda git fetch əməliyyatını sadəcə çağırsan, orada olan dəyişiklikləri, sorry. Bu yox. Hara getdi bu əmr? Git branch. Niyə göstərmədi ki? Bizə dəqiqə bu çəkdiyin göstərdi, amma burada tam niyəsə göstərmədi. Git fetch. Tamam, heç bir şey yoxdur. Bizə dəqiqə git branch. Benim help. Nə var burada? All-la bağlı nəsə görsək. Okey, all var. Bizə dəqiqə. Buraya all. Okey.
Anı yazanda bütün şeyləri göstərir. Bax demonu, masteri, origində nə varsa. Yeni qaydana məsələn sürətli şəkildə eləsək, məsələn bu səfər demodan masterdən fərz eləyək x, y, z branşı yaratdıq. X, y, z burada görünür, amma branch O eləsən görünmür. Neyləməmiz lazımdır? Bizim onu fetch eləyəcəyik. Ondan sonra da üzr istəyirəm. Burada artıq bax. Belə deyim də, qlobalda olan branchla bağlı olan dəyişikliklər bu kimi fayl dəyişiklikləri yox, struktur dəyişikliyi də olanda git fetch əməliyyatından istifadə edəcək. Yox, əgər branchda olan dəyişiklikləri çəkmək istəyirsə, sadəcə bizə git pull əməliyyatı yerinə yetirəcəyik. İndi bizə dəqiqə görüm, dəqiqə. Hə, okey. Gəl belə eləyək hətta. Gəl bir də yeni fayl yaradaq burada. Tamam, bura gələk. Bu arada bax, bunun içindən də biz əslində aça bilərik şeyi, faylları. Bunun daxilində də olmalıdır. Klon yox, SSH yox. Previous Windows. Bu bizim lokalımıza yönləndirir. Edit eləmə burada yox imiş. Bu bizim lokalımızda açır. Gəl belə eləyək, add fayl eləyək. Məsələn, atıram da belə eləyim. Test info. Faylın adı olsun test. Qısa şəkildə buradan yaratdıq. Yəni qlobal olaraq burada menecment verdiyinə görə faylı mən yarada bilərəm. Yaratdım. İndi bax bunu oxşar məntiqlə. Bayaqları biz commit necə eləyirdik? Bütün layihə üçün eləmişdik də, düzdür? Gəlirik indi bax, bir dənə dəyişiklik edirik. Commitimizi yazırıq ki, avtomatik düzdür bizə şey elədi, təklif elədi. İstəsə özümüz yaza bilərik ki, məsələn, K faylın create elədik. Test.txt faylın əlavə elədik. Etdik. Commitimizi yazdıq. Burada artıq menecment olduğuna görə sadəcə düymələrlə işləyirik. Heç nə, commitimiz yaranmış oldu, düzdür? İndi bax gəlirik. Burada baxırıq ki, bax faylımız yoxdur hələ ki. Tamam, okey. İndi dedik ki, biz branchımızı olan dəyişikliyi ilə çəkirik? Git pull-nu. Okey, git pull əmrini verdik. Bax gördün, anında text həmin fayl düşdü. Deməli, qlobaldan dəyişiklikləri çəkməyimiz üçün bu əmrlərdən istifadə edirik. Okey. Heç nə, bu dərs bundan bağlı nəsə sualın falan varmı? İndi bəzi hissələr belə şeydir, təzədir deyənə biraz qəribə gələ bilər. Yəni bunları öyrənməliyəm də konkret o nədir? Açar Birinci sözlərdə belə deyim, öyrənməyin aslında daha Türkcə. rahat belə deyim də yollar da var menecmentlə bağlı da. Prosta ki altında yatan Tez əmrləri mənə bilsə daha yaxşı. əvvəldə şey gəlirdi, qarışıq gəlirdi əvvəldə. Nə mənada? Hə. Yəni faylı səhv açmışdım, neyləmişdim? Yəni Əgər bir səhv qarışıq oldu. atsası müxtəlif xətalar alacaqsan, o normaldır. Bir dənə özündə Bəli, yoxlama işi həyata keçirərsən, nə çətinliyin olsa bir yaxşı, dənə öz üçün yazarsan, bir yerdə bir baxarıq. yaxşı.